Dəyərli dostlar, indi də gəlmişik bizim çox sevilən, vaxtilə onun da səsi ilə böyümüşük Ofeliya xanım Sənanigilə. Aynen gözəl. Salam, Ofeliya xanım. Hoş gəlmisiniz. Canımsınız. Hoş gəlmisiniz. Deyirlər, həyatda hərə bir iz qoyub gedir. Böyük sənətkarların, görkəmli şəxsiyyətlərin qoyub getdiyi iz, ucaltdığı qala tarix səhifəsinə çevrilib, nəsildən nəslə töhfə olur, yadigar qalır. Fikirləşdik ki, bayaq da qeyd elədiyim kimi, dedim ki, mən çoxdan da görmədiyim insanları görmək istəyirəm. Onların bayramını təbrik eləmək istəyirəm. Sizi gördüm, çox şad oldum. Çox sağ olun. Həmişə belə gözəl olasınız. Sağ olun. Həmişə belə təravətli olasınız. Sağ olun. Canınız hər zaman sağ olsun. Hər zaman da başımızın üstündə olasınız. Təşəkkür edirəm, xoş gəlmisiniz. Təşəkkür Məni edirəm. sevindirdiniz. İnanın, valla baxıram sizə hər gün. Kanallar hamısı dolmadır. Çox bilirsiniz nəyi eşitmək istəyərdim. O təqdimatlarınız var idi. Məsəl üçün hansısa verilişdə hansısa cümlələr işlədirdiniz. Tamaşaçıları salamlaşmaq. O səsiniz var, bax o səsiniz. O səsinizdən ötürü insanlar çox darıxıblar. Doğrudan da valla. Bir 10 saniyə o səsinizlə o həmişəki danışmağınızı istəyərdim ki, bax o salamlaşmağı, o nə bilim. Uşaqlarla da bağlı bir verilişlər olurdu sizə, təqdimatlar olurdu. Həmin o, üzr istəyirəm, həmin o tembr. Az olsa o anlara qayıtmaq istəyirik. Salam əziz tamaşaçılar, xoş gördük hamınızı. Hər vaxtınız xeyir olsun. Verilişimizə başlayırıq. Yaxın əyləşin. Bir gün verilişdə baxın. Bir gün verilişinə baxın, can. Allah sizi qorusun, Allah sizə dəyməsin. Sizin bayramınızı təbrik eləyirik bir daha. Çox sağ olun. Ömrünüz uzun olsun, canınız da sağ olsun. Ofeliya xanım, bax, Tamilə xanıma da söylədim ki, mən sizin kimi peşəkarlardan xeyir-dua almaq mənim üçün böyük bir şərəfdir. İstəyərdim ki, bu günləri mənə xeyir-dua verəsiniz. Mən sizə can sağlığı arzulayıram. Həmişə efirlərin içində olasınız. Uzaqlaşmayasınız efirlərdən. Uzaqlaşsanız darıxarsınız. Burnunuzun ucu göynəyər efir üçün. Ona görə də efir bizim üçün doğma evimizdir. Evimizdən də əzizdir. Evimiz ikinci planda qalıb, amma efir bizim üçün həmişə əziz olub. Birinci növbədə yana-yana, tələsə-tələsə, xörəyimi bişirməmiş, mən efirə qaçırdım ki, efir gözləyir bizi. Ofeliya xanım, şükür baxıram bu günləri çox gümrahsınız, gözəlsiniz. Amma bir müddət öncə səhhətinizlə bağlı nəsə problemlər vardı, saytlar da yazırdınız. Səhhətimdə insultda keçirtmişəm, keçən il infarktda keçirtdim. Xəstəxanada yatdım ay yarım. Xəstəxanadan duranda ayaqlarım belə əsirdi. Deyirdim ayağa, mən yəni belə olacaq. Bu günə çox şükür, bu günə çox şükür. Amma bu günə min şükür ki, ayaqlarım tutur, yeriyirəm. Qaçıram, küçədə günə çox şükür. Tələsirəm, misal üçün tələsə bir yerə çıxanda, misal üçün həftədə bir dəfə uşaqlar üçün veriliş yazıram radioda, biləyən verilişini. Ora gedirəm, radioya gedirəm. Televiziyanın, misal üçün, maşın qalxmayanda, taksi qalxmayanda özüm düşürəm, qaça-qaça çıxıram. Maşallah. Qaça-qaça çıxıram ki, birdən... Gəlim sizi aparım, gəlim sizi aparım, valla. Çox sağ olun. Müalicələrinizi davam etdirirsiniz, yoxsa? Müalicələrimi də hərdən davam etdirirəm, yadıma düşəndə. Həyat şirindir, çox şirindir. Bəli. İşimiz ondan da şirindir. Canımızı qurban vermişik işimizə. Uşaqlarımızı da bəzi vaxtlar qurban vermişik. Ac da qoymuşuq, suz da qoymuşuq ki, veriliş yanır, verilişə çatdırım özümü. Uşaqlara demişik ki, bir balaca başlarını anlatmışıq ki, bunu yeyərsən, bunu yeyərsən. Biz görənəcək. Yox, tək yaşayıram. Tək yaşayıram, köməkçi var. Evlatlarım hər kəsin öz evi var, ayrıca yaşayırlar. Çox. Amma gelirlər, axtarırlar. Neçə evlat, neçə nəvə? Bir qızım var, Allah qorusun. bir oğlum var. Allah qorusun. Dörd nəvəm var.
Maşallah olsun. Yox, sənət adamı gərək rahat olsun da. Yəni o rahatçılıq. Əvvəllər məktəbdilər.